çəkilmiş sürmələrim. Əzizim sən gülümsən, gülşənim sən gülümsən, mən sənin bülbülünəm, sən də mənim gülümsən. Əlinə yayınar, gör nə məlahətlisən. Əlinə yayınar, gör nə məlahətlisən. Qədri bilən yanımda gülüm, dünyada qiymətlisən. Qədri bilən yanımda bala, dünyada qiymətlisən. Aşık yar alması, şirin diyar alması, yaxşı olur yar könlün küstürüb yar alması. Əzizim sən gələsən, həmişə sən gələsən, əziz günlər girdikcən qonağım sən gələsən. Əlinə yayınar, gör nə məlahətlisən. Qiymətlisən, qədri bilən yanımda bala, dünyada qiymətlisən. Mən aşıq ilalıdır, qaşların ilalıdır, mənim öz gözəl yarım Bakının maralıdır. Şuxdur sənin, kipriyin oxdur sənin, mən ki səni çox sevirəm, xəbərin yoxdur sənin. Əlinə yayınar, gör nə məlahətlisən. Əlinə yayınar, gör nə məlahətlisən. Qədri bilən yanında, dünyada qiymətlisən. Qədri bilən yanında balam, dünyada Hörmətli tamaşaçılar, Yada Düşdü silsilə verilişimizin bugünkü qonağı sürücü xanəndə Nail Məhərrəmovdur. Hələ 1964-cü ilin 23 noyabr sayında Nail müəllim haqqında Bakı qəzetində belə bir məqalə dərc edilmişdi və məqalənin başlığı bu cür adlanırdı: Sürücü xanəndə. Sözün düzü, o vaxt yaşımın az olmasına baxmayaraq, indi də xatırlayıram ki, həmən məqalə böyük səs-küyə səbəb olmuşdu. Yəni, böyük marağa səbəb olmuşdu. Elə indi də mənim üçün maraqlıdır ki, sürücü işləyə-işləyə, daha aydın desək, taksi şoförü olduğu bir zamanda birdən-birə, demək, xoş bir təsadüf nəticəsində bəlkə də özünün də ağlına gəlməzdi ki, dönüb olacaq birdən-birə xanəndə. Elə yəqin ki, tamaşaçılarımıza da maraqlıdır. Sözü verək Nail müəllimə, ötən illəri xatırlayaq, keçdiyiniz o günlərə nəzər salaq. Yəqin ki, onda bizim üçün də, tamaşaçılarımız üçün də hər şey aydın olacaq. Təşəkkür edirəm Çingiz müəllim. Qədim İşxamaq şəhərində dünyaya göz açmışam. Ziyalı ailəsindən. Atam musiqini çox gözəl bilirmiş. Muqami çox gözəl bilirmiş. O vaxtı deyilənə görə, mən uşaq olmuşam, bilmirəm. Onun həmtayları o vaxtı mənə söhbət edib ki, Mirzə Məmməd Həsən məclisində, Mahmud Ağanın məclisində həmişə iştirak edən adam olub. O adamın yanında səhv, çalmaq, oxumaq çox çətin məsələ olub. Yaxşı bilirəm. Mən uşaq idim, qanmırdım, bilmirdim axı. 9-8 yaşım var idi. Onu bilirdim də, o da çox oxuyan deyildi. Hərdən öydə gördün ki, əvəzkən nəsəndə qoza kişidir. İndi icazə versən, indi o kişinin əmri ruhu şad olar. Getdin o rəstə balam yar olub əvyarilərə. Aman, 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 aman. Uydum əvyarın sözünə əl götürdüm yaridən.
Həzrəti Adəm kimi imdi peşiman olmuşam. Aman ey, man ey, man ey, man ey, man ey, 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 ey. İki qardaşım getdi müharibəyə, qeydmadı. Atam 43-cü ildə vəfat edildi. Qaldım 12 yaşım var idi. Heç bir sənətim yox, bu dalda köməyim yox. Getdim, çilingərlik sənətinə yiyələndim, qəşəng işləyirdim. Bir neçə il işləyəndən sonra biraz yaşım artdı. Ailəni dolandırdım, ananı, balaca qardaşımı. Sonra əməlli başlı işləyirdim. Və nəhayət gəldim Bakıya. 54-cü ildə ailə həyatı qurdum. İşləyirdim. Bir günləri böyük bir xoşbaxtlıq mənə üz verdi. İndi bütün sərnişinlə daşıram da. Mən bilmədim kimdir. Deydim, mən böyük bir sənətkarı aparıram. O da kimdir? O da kimdir? Səyid Rustamov, böyük bir sənətkar, bilmirəm axı. Elə zümzümə eləyirəm da, məşə sənətim gedən zümzümə eləmək. Bu da nəsə zümzümə eləyirdim. Bizim o böyük bəstəkarımız, Allah rəhmət eləsin, Cahangir müəllimin yaxşı, gözəl mahnısı var. Sən gələndə, elə onu zümzümə eləyirdim. Bu kişi də oturub yanında, qəşəng belə, səliqəli qara qaşım gəlmi, qəşəng, sarı portfeldə qəşəng oturub yanımda. Oğlum bəs filan girer, dedim mənim gözüm istəb, başladım. Ey gülüm söylə, bu ayrılıqdır nədir? Sənsiz hər keçən günün bir qəri nədir? Dağ çiçəyi, eller göçəyi, müntəzirəm gəl. Dilimdə sən, qəlbimdə eşqin, mən gəzirəm gəl. Oxudum, gördüm bu belə, diqqətlə bax, biraz çövrəldə qəşəng mənə. Belə gördüm, maraq elə, mən biraz da, oğul, yuxarısını elə, nə qərətin deyir, mən bilmirəm, da, sənətkardır. Gəl, 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 gözəlim, nazlı yarım, gəl, gəl. Elə burada. Dedi, oğul, Domsovet yanındaydı. Dedi, oğul, buranı bir kuruq elə, bunun üstün eləyə bilərsən muqamın. Dedim, eləyərim. Nə muqamda yazılıb bu, oğul, bəlkə biləsən? Dedim ki, Şur, Bayat, Kürt. Bunlar haradan bilirsən? Dedim, böyük sənətkar Salam Mələkim olub, maraqlanmışam radioda. İndi də nəsə ürəyimdə, qəlbimdə, qanımda belə sənətə maraq var da. Müəllim, indi adını da bilmirəm axı. Müəllim deyirəm buna. Dedi ki, dedim, bəs Şurladı, Bayat, Kürt. Eləyə bilərsən, elədim. Bayat Kürt bir dənə nəfəs elədim, Şur. Ayaq verdim Şura. Yenə başladım mahnını, təkrar. Dedi, oğul, bildim mən ki, mən dedim, müəllim, kimsizsiz, Allah sizə can sağ. Dedi, mən Səyid Rustam eşlərsən, bəstəkaram mən. Dedim, deyəndə belə bildirəm, elə gedim, mən də sevindim. Dedim, bildim, televiziya. Bəli, bəli. Sabah saat 11 tamamda gözləyirəm sizi orada. Baş üstə Səyid müəllim, gəldim. Adım da dedim mən ki, bəs belə. İndi, inandı Çingiz müəllim, o göydəşər. Səhərdə yata bilmədim ki, mən. Sevincdən yata bilmədim mən. Səhər nə səhər açılıb bilməm. Əşəl, sələqəli geyindin. Lan, şimdi Xudafiz, ki, qəşəng qabalım zadım var idi. Hazır, getdim radio, televizora. Gördüm bu kişi nətərdə 11, 12 işləmiş. Durub orada elə bir mənə gözləyir, mənə belə gəldi. Getdim, salam məcmur. Gəlmiş oğul, gəl bura. Girdim, içəri qapı gördüm, 80-da can olar da, nə bilim, bəlkə o vaxtı. Belə yaxşı insanlar. Mən də bunun yanında. Bulaq qalxdı ayağa. Mənə görə, bu kişiyə görə. Mən bir söymüş, bu kişiyə görə mən durmuşam, mandıraca düşmüşəm, itirmişəm özümü. Həyatdan keçirsiniz. Əksən müəllim, bilirsən bu kimdir? Bu şoferdir, bunu tapıb getmişəm deyir. Bir buna maraqlı, bir dənə şey çal, oxusun. Dönənə qəşəng, mənə xoşuma gəlib. Əksən müəllim, qaşqabaqlı kişidir, amma diqqətlər söz deyən idi, belə. Baş üstə, götürdü tarını, dedi, oğul nə oxuyasın? Dedim, çarjı ata bilirsən. Dedim, bəlkə bilirəm də, indi baxız da. Buyur. Damısı oturub, özümü yığışdırdım, qabal əlimdə. Qəşəng bir dənə çarjı. İndi böyük sənətkar özüm bilirsən, var, yaxşı insanlar olurlar. Qoymadı yuxarılara çıxamayı. Elə biraz elə mayada, bəstənicara elə bir şey eləmişdim. Oğul dayan, saxla, dur gəl bura. Peki hamısı sağ ol erlərlər, bunlar maraq oyandı bu kollektivdə. Getdim, apardı, mənim orada bir kabinet var idi.
Kamil Məmmədov, o da onda musiqi redaksiyonun baş redaktorlar rəhmənə çox yaxşı, gözəl insan idi. Heç kim tanımırdım, tanımırdım mən. Oradan zəng elədi ki, alo, bəs Mütət müəllim, bir nəfər sizə şoför göndərir, ona baxın. Getdim, bəli, bunlar, bax, ikinci Rasmus burada başladı. Qoca adamlar, ay Allah, bunlar kimdir? Aydım, bir Seyid Şüniski, Əhməd Başkanov. İstərəm 31 ildir, mən qışlarım titriyir. Neysə, bunlar üçün də bir şey oxudum. Mənə dedilər ki, o zat Seyid Şüniski, oğul hardansa, mod da soruşmaqda. Dedim, Bəşamat, nə gözəl. Mən də cavan vaxtı deyir, o deyir, böyük sənətkarlarla Mirzə Məmməd Həsənin, Mahmud Ağanın məclislərində mən oxumuşam. Aylarla deyir, nə gözəl insanlar var ya, ayaq olub falan. Çəkirsən? Dedim, yox. İçirsən? Dedim, Seyid Məmməd, yox, oğul içmək olmaz. Nə içki, nə papruz olmaz. Səsə ziyandır. Onlardan özünü qoru, Allah verən neymətdir. Qəbir önünəzə sənin səsin qoru. O mənim qulağımda qaldı. İkinci gün, 5-ci gün, mənim dərsim gün. Gəl otur sınıfda. Onda Azərdə dinləyici deyildilər və Çingiz müəllim. Getdim, əşəy başlayırıq, muğamlar oxuyuruq, təsliflər, örgədir bu rəhmətli bizə. Gözəl, qəşəy mahnılar ki, oxumaq. Bir neçə il belə gedib oxuyandan sonra mənim vokal şöbəsinə qəbul elədilər. Nisbət sənəyə şux Züleyxa ola bilməz. Bu iş və də bu qəm zədə Leyla ola bilməz. Bu iş və də bu qəm zədə Leyla ola bilməz. Ahu-yu xəta səndən alıb tərzi nigahə. Səndən alıb tərzi nigahın, gül bərgiləbin tək gülü həmrah ola bilməz. Gül bərgiləbin tək gülü həmrah ola bilməz. Etməm gözünü nərgizi şəhlaya bərabər. Siyahın tək şəbi elda ola bilməz. Zülfü siyahın tək şəbi elda ola bilməz. Can nəqdinə bir busə kərəm qıl səni tarim. Dəxi deməyəlçə ki bu sevda ola bilməz. Dəxi deməyəlçə ki bu sevda ola bilməz. Bəsdir məni görcək, mənə ahu kimi baxdın. Bəsdir məni görcək, mənə ahu kimi baxdın. İndi dəxi Məcnun mənə həmtay ola bilməz. İndi dəxi Məcnun mənə həmtay ola bilməz. Etməyəm gözünü nərgizi şəhlaya bərabər. Şəhlaya bərabər. Zülfü siyahın tək şəbi elda ola bilməz.
siyahım tek şebilde yola bilmesin. Seyid müəllimin adını çəkdiniz. Bir şey demək özümə borc bilirəm ki, demək vaxtı ilə sizin haqqınızda o vaxtı Azərbaycan Dövlət Televiziya Komitəsində musiqi verilişləri baş redaksiyasının əməkdaşları sizin haqqınızda böyük veriliş hazırlayıblar. Həmən Seyid müəllimlə bağlı sujetlər kino lenti alınıb. Bu günə qədər siz həmən o kino lenti qoruyub saxlayırsınız. Və biz o gün söhbət edəndə siz o lentin, kino lentin gələcəyi haqqında, gələcək taleyi ilə bağlı ürək sözünüz dediniz. Açığı mənim həm xoşuma gəldi, həm də mənə biraz kövrətdi. İndi istəyərdim ki, həmən mənə dediyi sözləri indi də təkrar deyəsiniz ki, bizim tamaşaçılar da həmən sözləri eşitsinlər. O lenti 30 il məni gözlərim içində saxlamışam. Bilavasitə ailəmə mən vəsiyyət eləmişdim, doğrudan. Demişdim, bax, ölüm Allah işidir, bilmək olmaz. Ölüb eləsəm, bax, bu lent bilən yerdə daha bilin onu, ya kino studiyanı, ya da ki, telestudiya rəhbərlərini aparın, təhvil verin. Mənə görə yox, mən heç bir şeyəm. Ağa var orada, Seyid Şumski. Onlar da demişlər, baş üstə. El oldu ki, Allah nəsib elədi, ölmədim. Ağanın, böyük ağamızın yubileyində gətirdim, o lenti təqdim elədim mən. Hamı sevindi ki, bunu nətər mən saxlamışam. Bir servi boylu doldağınca, bir servi boylu doldağınca, maral bakışlı yara yaşıdım, maral bakışlı yara yaşıdım. Olaram günde 100 yol kurbanım, olaram günde 100 yol kurbanım. Böyle bir gül zara yaşıdım, böyle bir gül zara yaşıdım. Gece sübhete giderem nale, gece sübhete giderem nale. Düşmez gönlümü cüzgah hayale, düşmez gönlümü cüzgah hayale. Gerdenimina ağzı piyale, gerdenimina ağzı piyale. Lehcesi şirin yara yaşıdım, lehcesi şirin yara yaşıdım. Gülendeləbindən balı yakar, gülendeləbindən balı yakar. Bezenip sərxoş tavus tək uçar, bezenip sərxoş tavus tək uçar. Nidab altından günhanı bakar, nidab altından günhanı bakar. Acayip hoş rəftara yaşıdım, acayip hoş rəftara yaşıdım. Acayip hoş rəftara yaşıdım, acayip hoş rəftara yaşıdım. Nail müəllim, fond üçün yazdırdığınız ilk mahnıların adları və bu mahnıların fond üçün qəbul olunmasında sizə kömək, yaxından kömək edən şəxslərin adların çəkilməsini istərdik. Mənim gözüm üstə. Fondumun mahnılar birinci Mahur təsnifidir, ikinci Kimə yalvarım, O sürməli gözlərim, bir də Aşıqəm. Bunlarda Əhsən müəllim, Allah ona rəhmət eləsin. O qədər məşğələ, o qədər mənim üstümə çalışıb o ki, Allah ona əminə rəhmət eləsin. Kamil müəllim, Məmmədov, o vaxtı musiqi şöbəsinin baş redaktoru idi. Bəli. Sonra
bizim böyük hörmətli şairimiz Ənvər Əlibəyli Radio Televiziya Komitəsinin sədri idi. Allah ona min baş əyirəm. O 3 nəfər rəhmətə gəlib Kərimov zəhməti var. O 3 nəfər onlar ruhu qarşı baş əyirəm mən. Onlar çox zəhmət çəkiblər mənim bu zapisimdə, qəbul eləməsində. Nə edim? Sadəcə şoför idim də, sürücü. Gör nətər bu insanlar mənə yanaşdı, təmiz qəlblə, təmürəylə. Zapis elədilər, bu sənətə məni yolladılar. Səyədim mənəm, onun ruhu qarşısında baş əyirəm mən. Gözlərin göyçəkdir, boyundur bəstə. Dilin badam içi, dodağın püstə. Hər nə desən cümləsi gözüm üstə. Aşıqəm, kimə yalvarım, mən neynim, kimə yalvarım. Aşıqəm, kimə yalvarım, mən neynim, kimə yalvarım. Ürəyimdə sirrim çoxdur sevgilim. Bir yaxın gəl sirrim sənə söyləyim. Gözüm gördü, qəlbim sevdi, neynəyim. Aşıqəm, kimə yalvarım, mən neynim, yara yalvarım. Aşıqəm, kimə yalvarım, mən neynim, yara yalvarım. Küçənizdən keçdim, görmədim səni. Başqa bir sevdaya salmasan məni. Nə qədər ömrüm var, sevirəm səni. Aşıqəm, kimə yalvarım, mən neynim, yara yalvarım. Aşıqəm, kimə yalvarım, mən neynim, yara yalvarım. Nail müəllim, necə deyərlər? Səsiniz indi də sözünüzə baxır. Bəli, nətər ki, ağanın ki vəsiyyəti birinci ayağımı məktəbə qoyanda ki, oğul, içmirsən, çəkmirsən. Dedim ki, yox, nə badə, içki, çəkmək paprut olmaz. Xanəndə yarayan şey deyir o. Qəbr öləcən, sənin səsin oğul yerində qalar. O mənim qulağımda sırğa. Həmişə mən deyirəm onu. Allah ona rəhmət eləsin. Nəcə bəs yeni mahnılar lenti yazdırmışsınız? Sentyabrda qismət olsa, muğamlar, təsniflər, yeni mahnılar lentə yazdıracağım. Gözəlimi istərəm hər zaman beləyəm. Gözəlimi istərəm hər zaman beləyəm. Güneşli gündüzlü bir yaz olaydı. Güneşli gündüzlü bir yaz olaydı. Bir kızıl gül, bir bülbül, bir de sevgi. Bir kızıl gül, bir bülbül, bir de sevgi. Bir bu sabır sevinç, bir naz olaydı. Bir bu sabır sevinç, bir naz olaydı. Her taraf gül çiçek sarı yasemen. Her taraf gül çiçek sarı yasemen. Bir taraf tarladır, bir taraf çemen.
taraf tarladır, bir taraf çaman. Bir sen güzel